617 balla milli aviasiyada pulsuz hüquqa düşmək olar. Ümumiyyətlə, hüququn pulsuzu harada dayanacaq biz onu hesablayıb deyəcəyik. Şansım var təbii ki. 3-cü qrupda 227 balla DT özəllərə. Bax, aşağı düşmək söhbətinə düşər ballar. Amma 227-yə qədər düşəcəyini, nə bilim, o qədər də mən inanmıram açığı. Məsələn, mən 230-ları, 240-ları götürmürəm ixtisas seçiminə. Yəni, belə deyim də sənə. Salam, 108 balla kollecə düşə bilərəm, hansı ixtisaslar olur? 108 balla Bakıda kollecə düşə bilərsən, özdə bir çox ixtisas ola bilər. Həm birinci qrupa aid, həm ikinci qrupa aid ixtisaslar. Yəni, çatacaq. İxtisas seçiminin özünə vaxtdır. İxtisas seçimi avqustun 10-20-si arasına düşür Əhmədova. 9-cu sinif 83 balla olar, bölgələri olar. Bakıda 83 çatmaz, Bakıda 83 çatmaz. Bakıda istəyirsənsə yüksək peşəyə ver. Təşəkkürlər, sağ ol sən də. Sizcə nəyi yazım deyim? 500 balla olan idi, hə? UNEC-in özünü yazdı, elə ingiliscə vacib deyil ki, yazasan. Və sırf ingiliscə istəyirsənsə Xəzər Universitetindən yaz. Yəni, çətindir, amma məcbur eləyib ingiliscəni öyrədir. Canlı bəyənənlər, takip edənlər çox sağ olsun. Bəs 298 balla 3-cü qrupda bu il sual getdi. Düşəcəksən, narahat olma. 3-cü qrup üçün 298 yaxşıdır. 9-cu sinifdən kollecə 137 balla hara düşə bilərəm? 9-cu sinifdən 137 balla bir çox ixtisas seçə bilərsən. Baxır, yaxşı ixtisas istəyirsən pullu olaraqmı, yoxsa belə ixtisas fərqi yoxdur, pulsuz olaraqmı? O sənin seçimə görə dəyişir, amma 100% düşərsən 137. Həm pulluya, həm pulsuza çatır. Coşqun deyir ki, Coşqun Bayramov. 3-cü qrupam 237 bal, hərbi instituta keçən ilki balı AHM-i deyirsən də 240-dır və şansım var.